Salam əziz şagirdlər. Bugün biz sintaktik əlaqələr mövzusunu keçirik. Sintaktik əlaqələr sintaksis bölməsindədir. Sintaksis bölməsi söz birləşmələrini öyrənir, cümlələri öyrənir. Söz birləşmələri arasında sintaktik əlaqələr var. Sintaktik əlaqələr iki yerə bölünür. Məna əlaqəsi, qrammatik əlaqə və yaxud sintaktik əlaqə. Məna əlaqəsi dedikdə sözlər arasında məna əlaqəsi olmalıdır. Yəni, hər hansı bir əşyanın, şəxsin müxtəlif xüsusiyyətləri arasında müxtəlif xüsusiyyətlərindən söhbət gedir. Məsələn, qalın kitab söz birləşməsində kitab qalın ola bilər, məna əlaqəsi var. Kitabın xüsusiyyətləri şəkilli ola bilər, maraqlı ola bilər, şəkilsiz kitab və s. Bu, kitaba aid xüsusiyyətlərdir. Dəli kitab desəm, artıq məna əlaqəsi pozulur. Çünki kitabda dəlilik xüsusiyyəti yoxdur. Dəlilik xüsusiyyəti insana aiddir. Bu olur, burada məna əlaqəsi pozulmuş olur. Demək, söz birləşmələri arasında məna əlaqəsi dedikdə və yaxud cümlələr arasında məna əlaqəsi dedikdə bunu başa düşürük. Məsələn, deyirəm ki, mən rəfiqəmlə danışdım. Məna əlaqəsi var. Amma desəm ki, mən divarla danışdım, məna əlaqəsi pozulur. Çünki divarla danışmaq olmur. Sintaktik əlaqələr dedikdə nə başa düşürük? Sintaktik əlaqələr də söz birləşmələri cümlələr arasında olur. Və sintaktik əlaqələr iki yerə bölünür. Tabeysizlik əlaqəsi, tabelilik əlaqəsi. Tabeysizlik əlaqəsi həmcins üzvlü sözlər arasında, tabeysiz mürəkkəb cümlələr arasında tabeysizlik əlaqəsi olur. Tabelilik əlaqəsi isə tabeli mürəkkəb cümlələr arasında olur. Mürəkkəb cümlə nədir? Yəni, biz bilirik ki, sadə cümlədə bir mübtəda, bir xəbər var. Yəni, bir qrammatik əsasdan ibarətdir. Qrammatik əsas dedikdə cümlədə bir mübtəda, bir xəbər. İki qrammatik əsas dedikdə bir cümlə daxilində iki mübtəda, iki xəbər var. Və bu mübtəda ilə xəbər arasında məna əlaqəsi, sintaktik əlaqə var. Demək, tabeli mürəkkəb cümlələr arasında tabelilik əlaqəsi var. Tabeysiz mürəkkəb cümlələr arasında və həmcins üzvlər arasında tabeysizlik əlaqəsi var. İndi biz tabelilik əlaqəsindən danışırıq. Tabelilik əlaqəsi özü üç yerə bölünür. Uzlaşma əlaqəsi, idarə əlaqəsi, yanaşma əlaqəsi. Uzlaşma əlaqəsi dedikdə, uzlaşma əlaqəsinin iki əsas göstəricisi var. Yəni, iki qrammatik göstəricisi var. Biz uzlaşma əlaqəsini harda axtarırıq? Mübtəda ilə xəbər arasında. Çünki mübtəda ilə xəbər arasında şəxs xəbərli şəkilçiləri var. Deməli, uzlaşma əlaqəsinin birinci göstəricisi şəxs xəbərli şəkilçisi. İkinci göstəricisi mənsubiyyə şəkilçisidir. Demək, uzlaşma əlaqəsində söz birləşməsi olsun, cümlə olsun, birinci tərəf əsas tərəf hesab olunur. İkinci tərəf asılı tərəf hesab olunur. Amma biz demişdik ki, söz birləşmələrində birinci tərəf asılı tərəfdir, ikinci tərəf əsas tərəfdir. Asılı tərəf tabe olan tərəfdir, əsas tərəf tabe edən tərəfdir. Uzlaşma əlaqəsində bu belə deyil. Uzlaşma əlaqəsi deyir ki, mən birinci olaraq gəlirəmsə, birinci tərəf əsas tərəfdir, ikinci tərəf asılı tərəfdir. Və mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var. Məsələn, deyirəm ki, mən parka gedirəm. Mən parka gedirəm. Burada mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var. Şəxs xəbərli şəkilsi iştirak edib, gedirəm, əm şəkilsi və əsas tərəf burada mübtədadır. Deməli, birinci tərəf cümlədə əsas mübtəda əsasdır və ox tabelilik bağlayıcılarında ox əsas tərəfə qoyulur. Uzlaşma əlaqəsində də birinci tərəf əsas tərəf, ikinci tərəf asılı tərəfdir. Ox birinci tərəfə doğru istiqamətlənir. Deməli, mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var. Qeyd edeyim, mübtəda xəbər.
xəbər arasında. Deməli, ox mübtədəyə tərəf istiqamətlənir. Daha sonra ikinci, üçüncü növ təyini söz birləşmələri arasında uzlaşma əlaqəsi var. Məsələn, deyirəm ki, sinif rəhbəri. Sinif rəhbəri. Burada uzlaşma əlaqəsi var. Birinci tərəf əsas, ikinci tərəf aslı tərəfdir və ox əsas tərəfə doğru yönəlir. Nə üçün uzlaşma əlaqəsidir? Çünki burada mənsubiyyət şəkilçisi var. Sinif rəhbəri. İ mənsubiyyət şəkilçisidir. Bu ikinci növ təyini söz birləşməsidir. İkinci növ təyini söz birləşməsi. Deyirəm ki, məsələn, sinif otağı, belə yox, o olmasın, belə deyək. Elə deyək, sinifin rəhbəri. Məktəbin heyəti. Məktəbin heyəti. Məktəbin heyəti. Burada yenə üçüncü növ təyini söz birləşməsi var. Üçüncü növ təyini söz birləşməsi. Burada da mənsubiyyət şəkilçisi uzlaşma əlaqəsinin xüsusi göstəricisidir. Burada da əsas tərəf birinci tərəfdir və ox birinci tərəfə doğru yönəlir. Uzlaşma əlaqəsi dedik ki, mübtədə ilə xəbər arasında ikinci və üçüncü növ təyini söz birləşmələri arasında olur. İndi keçək idarə əlaqəsinə. İdarə əlaqəsi hal şəkilçiləri idarə əlaqəsinin göstəricisidir. Harda hal şəkilçisi gördünüz, deyirsiniz ki, bu söz birləşmələri arasında, bu cümlələr arasında idarə əlaqəsi var. Məsələn, elə ikinci, üçüncü növ təyini söz birləşmələri arasında idarə əlaqəsi var. Deyirsiniz ki, ikinci növ təyini söz birləşməsində, məsələn, sinif rəhbəri. Axı, orada şəkilçi yoxdur. Qeyri-müəyyən yəlik hal, bu da biz qeyri-müəyyən yəlik halı, müəyyən yəlik hala çevirə bilirik. Sinif rəhbəri, sinifin rəhbəri. Burada da idarə əlaqəsi var. Və ox yenə birinci tərəfə doğru yönəlir. Üçüncü növ təyini söz birləşməsində də idarə əlaqəsi var və yaxud cümlə daxilində. Mən kitabı, məsələn, dostuma verdim. Nəyi? Kitabı. Burada kitabı hal şəkilçisi var, təsirlik hal şəkilçisidir. İdarə əlaqəsi var burada. İdarə əlaqəsinin göstəricisi nə oldu? Hal şəkilçilər. İndi isə keçirik yanaşma əlaqəsinə. Yanaşma əlaqəsi. Yanaşma əlaqəsi birinci növ təyini söz birləşmələri arasında olur. Birinci növ təyini söz birləşmələri arasında yanaşma əlaqəsi var. Yəni, yanaşma əlaqəsi dedikdə nə başa düşürük? Birinci tərəf sifətin, sayın, zaman zərfinin sualına cavab versin. Belə qəbul edin. Məsələn, deyirəm ki, şirin meyvə. Şirin meyvə. Necə meyvə? Şirin meyvə. Yanaşma əlaqəsi var burada. Və ox ikinci tərəfə doğru yönəlir. Yanaşma əlaqəsi. İdarə əlaqəsində də ox ikinci tərəfə doğru yönələcək. Məsələn, deyirəm ki, məktəbin heyəti oxara doğru yönəlir. İkinci tərəfə doğru. Birinci tərəfə doğru yönələn uzlaşmadır. Uzlaşma. Bu isə idarədir. İdarə. Burada isə yanaşma əlaqəsidir. Birinci növ təyini söz birləşmələri arasında. Demək, biz sintaktik əlaqələr mövzusunda nələr öyrəndik?
Dedik ki, sintaktik əlaqələr söz birləşmələri və cümlələr arasında olur. Məna əlaqəsi olmalıdır və sintaktik əlaqə olmalıdır. Sintaktik əlaqələr də iki yerə bölündü. Tabeysizlik əlaqəsi, tabelilik əlaqəsi. Tabeysizlik əlaqəsi nə zaman istifadə olunur? Tabeysizlik əlaqəsi bərabər hüquqlu sözlər, yəni həmcins üzvlər və tabeysiz mürəkkəb cümlələri arasında deməli istifadə olunur. Tabeysizlik bağlayıcıları iştirak edə bilər, intonasiya ilə deyilə bilər. Tabelilik əlaqəsi isə tabeli mürəkkəb cümlələr arasında olur. Deməli, və yaxud söz birləşmələri arasında olur. Burada birinci tərəf deməli söz birləşmələri arasında olur və cümlələr arasında olur. Uzlaşma, tabelilik əlaqəsi, uzlaşma, idarə, yanaşma olmaqla üç yerə bölündü. Uzlaşma əlaqəsi dedik ki, şəxs xəbərli şəkilçiləri və mənsubiyyət şəkilçiləri ilə xarakterizə olunur. Ya harda şəxs xəbərli şəkilçisi gördük, mənsubiyyət şəkilçisi gördük, deyirik ki, bu uzlaşma əlaqəsindədir. Hər birinə də aid misallar çəkdik. İdarə əlaqəsinin göstəricisi hal şəkilçiləridir. Yanaşma əlaqəsi də birinci tərəf ismi, deməli sifətin, sayın, zaman zərfinin suallarına cavab versin. Bu da olur yanaşma əlaqəsi. Dərsimiz bu qədər əziz şagirdlər. Növbəti dərslərdə görüşənədək.